Azərbaycan vətənin hər zaman səninlə döyünür ürəyimiz. Hər dəfə Qarabağın Çempionlar Liqası çərçivəsində oyunlar öncəsi azarkeşlər bilet əldə etməkdə çətinlik çəkirlər. Buna səbəb isə bilet alverçilərinin maxinasiyasıdır. Belə problem bugün ciddi xarakter alıb. Belə ki, Qarabağ-Chelsea oyunun biletləri dünən 15:00-dan etibarən satışa çıxarılıb. Lakin azarkeşlər elə həmin saatda iTicket saytına daxil olsalar da məlum olub ki, bilet qalmayıb. Satışda yalnız VIP və VVP yerlər olub. Məsələ ilə bağlı Missiyaza danışan azarkeşlərdən biri bunun əvvəlcədən qurulmuş maxinasiya olduğunu deyib. Axı necə ola bilər ki, biz biletlər satışa çıxan kimi sayta daxil oluruq və məlum olur ki, bilet qalmayıb. Deməli bu çirkli bilet əməliyyatıdır. Biz hesab edirik ki, bu əməliyyatda Qarabağın rəhbərliyinin də iştirakı var. Məsələn, klub rəhbərliyi əvvəlcədən işbaz qruplarla anlaşır və biletlərin hamısının ödənişini əvvəlcədən alır. Nəticədə sadə azarkeş 10, 15, 20 manatlıq bilet almaq üçün sayta daxil olur və görür ki, yer qalmayıb deyə şikayətçi azarkeş bildirib. Şikayətçi onu da qeyd edib ki, azarkeşlər hər dəfə ikinci əldən baha qiymətə bilet almalı olurlar. Bu dəfə isə ümumiyyətlə biabırçılıq baş verir. Ucuz biletlərin heç 1%-ni satışa çıxarmayıblar. Hamısı əvvəlcədən işbazlara satılıb. Sabahdan etibarən isə həmin biletlər baha qiymətə əllərdə satılacaq deyə şikayətçi vurğulayıb. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.